her bir insan için onun milli mensubiyeti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü biz xaricdə yaşayıb, xaricdə işləyən Azərbaycanlılar üçün bəlkə də belə deyərdim, daha önəmlidir, daha bizdən ötəri fəxirdir ki, dünyada yaşayan Azərbaycanlılar həmin günü həmrəy olub, belə deyək də, öz eloğullarla, öz vətəndaşlarıyla, öz ölkəsinin Azərbaycanlılarından bir araya gəlirlər. Biz Belarusiyada yaşayan, işləyən Azərbaycanlı kimi biz həm də Belarus dövlətinə təşəkkür edirik ki, bunların milli kitabxanaları var. Bizim hər bayramımızda qələbə günümüz, zəfər günümüz, 9 noyabr günümüz, hətta Allah Ulu Öndərə rəhmət eləsin, Ulu Öndərin anım günündə həmin kitabxanada Azərbaycan bayrağı ilə bərabər anılır və bu belə deyərdik ki, bizim cənab prezidentin apardığı xarici siyasətin bariz nümunəsidir. Bilirsiniz, mən əslən Qərbi Azərbaycandanam və biz belə deyək də, torpaqlarımız itirilməsi həm Qərbi Azərbaycanlı kimi, həm Azərbaycanlı kimi kim nə deyir desin, kimliyindən asılı olmayaraq bir məclisdə oturub başqa bir ölkənin, başqa bir dövlətin vətəndaşı ilə danışanda bunların verdiyi sualın qabağında cavab tapa bilmirdi. Amma Allah min şükür ki, biz 44 günlük müharibədə biz Azərbaycanın, belə deyək də, 30-35 illik bir torpaq itkisinə cənab prezidentin rəhbərliyi ilə son qoyduq və bu bizi xaricdə yaşayan Azərbaycanlı kimi çox böyük qürurlandırır və belə desək daha düzgün olar ki, həmişə başımız yüksəklərdə olur. İnşallah Allah qismət eləsin, cənab prezidentimiz axırıncı səvə dedi, biz Qərbi Azərbaycana, mən Göyçə mahalına, İrəvana, biz tanklarla yox, cənab prezidentin apardığı siyasətlə elə biz öz avtomobillərimizlə gedəcəyik. Allah o günləri bizə qismət eləsin ki, biz həm də Qərbi Azərbaycanımızda qurur yaratma işlərinə məşğul olaq. Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə TV1 vasitəsilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanın müstəqilliyi əbədi və birliyimiz daim olsun. Mən TV1 kanalının mənə verdiyi fürsətdən istifadə edərək bütün Qazaxstanda yaşayan Azərbaycanlılar ilk olaraq, ümumiyyətlə dünyanın harasında yaşamasından asılı olmayaraq bütün Azərbaycan xalqımızı bu möhtəşəm bayram münasibəti ilə, Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə təbrik edirəm.